Yaxın oturun, o hansı ki qızlarını göbək açır, ora burası açır, sərbəst buraxan, padruqası girdədir qızım, nə bilim falan yerdədir, o gecə gəzir də, nə olsun qız uşağıdır da, gəzməməlidir deyən analar. Və növbəti video sizin uşaqlarınızındır. Və növbəti video. Bugünkü gün hansı ana ki qızına nəzarət eləmir, hansı ana ki qızını qudurdur, hansı ki ana ki öz qızını sərbəst buraxırsa, o ananın bilin ki evladın başına gələcək bu videolar. Çünki sizə bir şey deyim. Bir ana, o bir misal var ya, deyir qızını döyməyən dizinə döyər. Demirəm balalarınızı döyün, amma ən azından balalarınıza nəzarət edin. Bugünkü gün heç kim deyə bilməz ki, mənim qızım kimsə sevə bilməz, kimsə istəyə bilməz. Mənim qızım təbii haldır, bu insandır. Sevə bilər, aşıq ola bilər, hansısa yeniyetmə bir o çılğın vaxtında aşıq ola bilər, sevdiyi insanla görüşə bilər. Bu indi normal haldır da, bu Allahın yaratdığı bir hissdir. Amma qaldı ki, heç kim deyə bilməz ki, bu qız ora sevgilisindən gedir. Bu otilet məsələsidir. Otilet bildirsə, yəni abul edirəm, prosto demirəm, izah eləmirəm. Bu qızı 3 dənə özü yaşda oğlan salıbla bir otağa öz razılığıyla. Burada nə zorlanma var, burada nə heç bir cinayət yoxdur. Burada sadəcə milli dəyərlərin qeyrətin berbat bir vəziyyətidir, yəni biabırçı vəziyyətidir. Nə qədər ki qızınızı belə sərbəst buraxacaqsınız, nə qədər ki qızınızın başını sığallayacaqsınız, bu vəziyyət olacaq. Qızınıza əzizdir, amma qızım əzizdir, qeyrəti ondan da əzizdir. Bu vəziyyətlər yaşayacaqsınız. Yəni çox görmüşəm, nə analar. Mən ailə tanıyıram ki, evində oğlan uşağı var, oğlanın basıb gözünü çıxardır oğlan, qızını sərbəst buraxır. Mən tanıyıram elə ailələr, tanıyıram. Bax, elə anaların bax, sərbəst qızlar var, bu birdə olacaq, bax, elə anaları. Bir də bir şey deyim, nə qədər ki ölkədə pozğunların əlindən evlatları alınmayacaqsa, dövlət himayəsinə, uşaqlar evinə, diploma qoyulmayacaqsa, bax, bundan betər olacaq. Çünki o oğlanın və o qızın 100% əminəm ki, onların evində nəsə problem var. Çünki normaldir, yəni normal ailənin evladı bu qərəfləri eləməz. Yaş oğlan uşağın başa düşdü ki, Allah'dı əclaflıq edib xalsa balasını aparıb salıb ora. Mən yenə deyirəm, bir var təklikdə olar, bu başqa şeydir. Bunlar orada qruplaşma yaradır, o qızdan əylənirlər və bu qız da buna razıdır. 18 yaşı çatmamış cinayət şahsısınız. Deyirsiniz ki, bütün media tökülür olar ki, 18 yaşa olmamış, bu ərə gedib, qız qoşulub qaçır, qızı qaçırdıblar və yaxud da nişan tapıblar, elçi gedirlər. Nə oldu? Bu cinayət deyil. Qoyun da elə bir qanun qoyun ki, 18 yaşa qədər intim əlaqədə olmaq cinayətdir. Yəni mən sizə bunların adresinə qədər deyim, bunlar harda hoqqa verir, bax bu cavablar. Gedin çıxın Allah'ın olsun, gedib tapmasınız mənə nə deyirsiniz? Binaların, yüksək binaların hansı ki aşağı mərtəbə yox, yuxarı mərtəbələrdə orada hər adam düşmür o pilləkəni, liftlə düşür. Heç bir axmaq lift olur da o pilləkəni düşməz. Həmən o yerlərdə özlərinə məkan seçirlər və orada ürəklər istədiyini edirlər və belə yiyəsiz qızlarla ürəklər istədiyini edirlər. Buna da qanun tətbiq edir. Xahiş edirəm sizdən. Kim məşğul olur, xahiş edirəm. Məşğul olun bu tipdə, bu cür insanların birincisi videolarla məşğul olun, ikincisi ki bu cür vəziyyətlə məşğul olun ki, biz olqaşlıya gəlib çıxmayaq, bir qeyrətliyə gəlib çıxmayaq. Biz səhərsin mən oğlan uşağı böyüdürəm, mən qorxuram ki, mən tapa bilməyəm ki, mənim oğlum kimi alacaq. Yəni bundan bu təhlükə var, amma mən bir oğul atası kimi deyirəm. Bəlkə mənim belə oğlum bir an olsun hansısa bir vicdansızlıq eləyəcək, onu da bilmirəm. Amma bu gedişatın, bu qızların bu hoqqaları, sərbəstliyi bütün valideynləri narahat elədiyi kimi də məni narahat edir. Uşaqlarınıza sahib çıxın, qız anaları, evlatlarınıza sahib çıxın, qızınıza nəzarət edin, qızlarınızı boş buraxmayın. Boş buraxmayın. Sabah onun günahları var sizin üstünüzdə olacaq, heç kimin yox. Nə o uşağın günahı olacaq, nə digərdən. Birbaşa sizi günahlandıracaqlar. Çünki Allah qarşısında da günahkarsız olacaqsınız. Və o uşağın bədbəxt olmağında da o qızın yiyəsi yoxdur. Varsa da yox kimi bir şeydir. Bu cür yox kimi olan analar çoxdur. Azərbaycanda çoxdur, çox təəssüf ki. Bunun qarşısını almaq lazımdır və buradan da müvafiqliklərə müraciət edirəm. Onların hər üçünün də valideyni cəzalansın. Hər üçünün də. İndi yaşları düşmür hansı bir cinayət məcəlləsinə, ancaq onların valideynləri cəzalansın. Xahiş edirəm və buradan da faktörlə xahiş edirəm. Yəni məni kimi tələb eləsin. Bu cür yeniyetmələrin qarşısı alınsın. Allah xalqımızı, dövlətimizi qorusun.